Uşaqlar sonra 54. Ədədi silsilədə A1 bərabər 4, D bərabərdir. D bərabər 8 olarsa limitinin qiymətini hesablayın. Biz SN-i bilirik axı. SN bərabərdir 2 dənə A1 üstünə gəlinsin N çıx 1 vurulsun D bölünsün 2 vurulsun N. 2 dənə A1 2 dənə A1 yəni 8 üstünə gəlsin. D-nin yerinə gətirib 8 qoyursan. Olur 8N çıx 8 bölünsün 2 vurulsun N. 8'ler getdi. 8'ni 2'ye böldün. 4n oldu 4n'in kvadratı. Şimdi burada da gətirib hesablayırsan. Yuxarıda SN-in yerinə qoyursan, SN-i tapdın axı, SN 4n'in kvadratıdır. Aşağıdakini də atsan, onlar n kvadratı üstünə gəlsin 4n, üstünə gəlsin 4. İndi n sonsuzluğa yaxınlaşır deyə kvadratın yanında bunları atırsan gedir. Bunlar getdi, cavab oldu 4. 54 Elcan sənindir, gör aydındır. Sonra. Başka sualınız. 49'a baxaq müəllim. 49. Burada en sonsuzluğa yaxınlaşır deyə ədəd bölünsün sonsuzluq. Bura nə eləyir? Limit mənasında ədəd bölünsün sonsuzluq bizdə eləyir 0. 0. Bura getdi 0-a. Qaldı burada limit n yaxınlaşır sonsuzluğa. 3'də 1'in üstündə n. Yəni 3'də 1 0-la 1'in arasında olan ədəddir. 0-la 1'in arasında olan ədədin üstündə sonsuzluq. Bunun mənası da nə deməkdir? 0. 0. Sonra sonra inşallah 53'e baxa bilərik müəllim. 53. Evet. Burada 3'te 3'ün üstünde menfi. 3'ün üstünde menfi bu demek de 1 bölünsün 3'ün üstünde n demek. 1 bölünsün 3'ün üstünde n. En sonsuzluğa yakınlaşır diye 1 bölünsün 3'ün üstünde sonsuzluk. Bunun mənası ne demekdir? 0. Burası 0. İndi en sonsuzluğa getdiyi üçün sonsuzluğun kvadratının yanında bu atırsan gedir. Buradan çıxır 2n, yuxarıda da 3n. Cavab 3 bölü 2, 1/5. Aydın da. Bəli müəllim. Sonra sonra inşallah başka. Müəllim, məndə ikinci bölmədən var. İndi keçirik ikinci bölməyə. Birinci bölmədən görün kimisə sual qaldı.
Birinci bölmədən sual yoxsa keçək 2-yə də. 2-dən sual alırız. Əlli beş, 67. 55. İndi bugün törəmə mövzusunu keçəcəyik. Törəməni biləndən sonra bu rahat olacaq bizim üçün. Amma hazırda bilmədiyimiz üçün törəməni biləndə hansı qayda gələcək? Bilirsən, L'Hopital qaydası. L'Hopital deyir ki, limitdə əgər 0 bölünsün 0, sonsuzluq bölünsün sonsuzluq, belə bir limitlər aşkarlanarsa, onda sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Ayrı-ayrı belə eləyirsən L'Hopital törəmə. Burada məsələn pi bölü 2-ni gətirib yerinə yazanda, bir dənə L'Hopital'la eləyim, sonra L'Hopitalsız eləyim. Pi bölü 2-ni gətirib yerinə yazanda, gör nə baş verir. Pi bölü 2 yerinə qoyursan. Olur 5 dənə kosinus pi bölü 2 çıxılsın 4x çıxılsın 4 vurulsun daha doğrusu 4 vurulsun pi bölü 2 çıxılsın 2 pi. Sürət də 0, məxrəc də 0. Bu zaman L'Hopital qaydasını tətbiq eləmək olarmı? Olar. L'Hopital qaydasını tətbiq eləyirsən. L'Hopital qaydası sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Ümumiyyətlə, sabit ədədi limitdə, törəmədə, inteqralda. Üçündə də çölə atırsın. 5-i attın çölə. Burada qaldı kosinus x-in törəməsi. Bu da mənfi sinus x eləyir. Sabit ədədin törəməsi təklikdə 0-dır. 4x-in törəməsi də 4. İndi x yaxınlaşır pi bölü 2 gətirib yerinə yazsan. Olur mənfi 5 dənə sinus pi bölü 2 bölünsün 4. Sinus pi bölü 2-də 1 alır. Cavab mənfi 5-də 4. Yəni mənfi 1 təmizləyən 1. Amma biz hazırda keçmədiyimiz üçün törəməni deyirik ki, düşünək. 5 dənə kosinus x bölünsün 4x çıxılsın 2 pi. Bu necə düşünə bilərsən? Bax, pi bölü 2-ni falan görürsən və sənin kosinusla bağlı görkəm limitin yoxdur. Bu kosinusu dəyişmək lazımdır. Kosinusu necə Sinus pi bölü 2 çıx x. Bəli. Sinus pi bölü 2 çıx x. Bizim görkəmli limitdə, bax sən bir şeyi tutsan bu görkəmli limitlə bağlı, heç vaxt problem yaşamayacaqsan. Sinus x bölünsün x bu bərabər 1. Burada nə olursa, lori dildə desək, eynisi burada olur. Burada sinus pi bölü 2 minus x var. Aşağıda da eynisi olmalıdır. Onun eynisini yaratmaq üçün bunlardan nəyi çıxardım? 4'ü 4 çıxardım. ortaq müxaric. Bəli. 4'ü çıxarsam olacaq x minus pi bölü 2. X minus pi bölü 2. Bunun x'ini kəssək, buranın cavabı nə Mənfi edir? 1 olur, tamam. Mənfi 1. Cavab olur mənfi 5 bölü 4. Bax gör aydındır. Törəməni hələ bilmədiyimiz üçün yuxarıdakı qaydadan istifadə edirik. Amma törəməni biləndən sonra ehtiyac yoxdur sözünü yormağa. Bildim, mənim çox sağ ol. Müəllim, bundan sonraki dənə sual var 56. Orada necə eləyəcək bu? 56 baxaq. Yenə də ya törəməni bilirsən, törəmə ilə gedir. Törəməni hazırda bilmədiyimiz üçün törəməsiz yazaq. Düşünək yazaq. Aşağıdan 2-ni çıxarsam, olar pi minus x. Yuxarıda da 6 dənə sinus x. Dedik ki, görkəmli limitdə sinus x bölünsün x. Bu bərabərdir 1-ə. Burada nə olursa aşağıda eynisi olmalı. Burada sinus x'dir, burada pi minus x'dir. Bu sinus x'in yerinə nə yazmaq olar? Sinus Sinus pi x, çıx x. sinus pi çıx x yaza bilərəm də. Sinus pi çıx x elə sinus x demək deyil. Bax,
Sinus pi çıxılsın x elə sinus x deməkdir də çevirmə düsturuna görə. Bəli, başa düşdüm. Buranı kəsdim 1 elədi. Cavab oldu 2-də 1. Yox. 6 var idi 6 orada. var ya. Cavab elədi 6 bölü 2 3. Amma törəməni keçəndən sonra ehtiyac yoxdur düşünməyə. Gətirib qiyməti yazırsan yerinə. Qiyməti yerinə yazdın. 6 dənə sinus pi bölünsün. 2 pi çıxılsın 2 pi. Gördün ki, sürətdə sıfırdır, məxrəcdə sıfırdır. Bu zaman keçə bilərsən L'Hopital'a. L'Hopital nə deyir? Deyir ki, əgər görsən sürətdə sıfır, məxrəcdə sıfır, sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Sabit ədədi limitdə törəmədə inteqralda çölə atırıq. Altına attın çölə. Sinus x-in törəməsi eləyər kosinus x. Sabit ədənin törəməsi bu getdi hara? Sıfıra. Mənfi 2x-in törəməsi də mənfi 2 eləyir. İndi bugün danışacağıq ondan. Mənfi 3 dənə kosinus x. X yaxınlaşır pi-yə. Gətir qoy yerinə. Mənfi 3 dənə kosinus pi. Cavab elədi 3. Aydın öyle. Şola başqa. Altmış yeddi, 68. Deməli, limit x yaxınlaşır sıfıra. 9x vurulsun. Kotangens x. Bizdə kotangens x nə deməkdir? Kosinus x bölünsün. Sinus x deməkdir. Burada olacaq kosinus 6x bölünsün sinus 6x. Görkəmli limitimiz belə idi də bizim. Limit x yaxınlaşır sıfıra. Sinus x bölünsün x bərabər 1. Görkəmli limitdən alınan nəticələr də var idi. Məsələn, limit x yaxınlaşır sıfıra. Sinus ax bölünsün bx. Bu nəyə bərabər idi? A bölünsün b-yə bərabər idi. İndi burada da sən baba, bu ikisinin yerinə nə yaza bilərsən? Limit x yaxınlaşır sıfıra. Bu ikisinin yerinə nə yaza bilərsən? Emin sənindir. Ne yarım? Bölbeyin taşı oldu. Doğru. 9 bölü 6 yazaram da elə deyil. Başa düşdün nə yazdım? Aydın numaralı. A. 9 bölü 6. İndi gətir kosinusun sıfırını yaz yerinə. 9 bölü 6 vurulsun kosinus 0. Kosinus 0 dərəcədə də 1 alır. Cavab oldu 9 bölü 6. 3-ə ixtisar eləyəndə 3 bölü 2. Qaranlıq yeri varsa təbii ki, sual verə bilərsiniz. Şimdi bundan sonrakine bak. Limit x yaxınlaşır pi bölü 2'ye. Tangens x'i atıram. Sinus x bölü kosinus x. Bu tangens 2x'i de atıram. Sinus 2x bölünsün kosinus 2x. Limit x yaxınlaşır pi bölü 2'ye. Sinus x vurulsun. Bu sinus 2x'i yerine yazıram. 2 dənə sinus x kosinus x. Bölünsün kosinus x vurulsun kosinus 2x. Buradan kosinus x'ləri aparıram gedir. Qaldı x bərabərdir pi bölü 2'dir də. Gətirib yerinə yazırsan. Olur sinus pi bölü 2 vurulsun 2 dənə sinus pi bölü 2 bölünsün kosinus 2 vurulsun pi bölü 2. Sinus 90 dərəcədə alar 1. Bu da 1. Burada gedir kosinus pi qalır. Kosinus pi'də alır mənfi 1. Cavab olur mənfi 2.
Aydınsa davam eləyək. Aydın. Sonra uşaqlar verin, suallarınızı verin. Nə sualınız var verin. Hı. 71-ə baxardıq da mən. 71. Bizdə düstur var Elcan. Kosinus 2x'in açılışı. Kosinus kvadratı x çıx sinus kvadratı x. Məsələn, kosinus 4x'in açılışı. Kosinus kvadratı 2x çıx sinus kvadratı 2x. Məsələn, kosinus 6x'in açılışı. Kosinus kvadratı 3x çıx sinus kvadratı 3x. İndi kosinus x'in açılışı nə olacaq? Kosinus kvadratı x bölü 2 çıx sinus kvadratı x bölü 2. Məntiqi tutun da. Buradakı nə olursa həmişə yarısı olur. Nə olursa yarısı olur. Məsələn, kosinus 10x də olsa olacaq kosinus kvadratı 5x çıx sinus kvadratı 5x. Onda istifadə eləyəcəyik burada. Yuxarını açarıq. Kosinus kvadratı x bölü 2 çıx sinus kvadratı x bölü 2. Bölünsün kosinus x bölü 2 çıx sinus x bölü 2. Yuxarını müxtəsərlə açsam bir də kosinus x bölü 2 çıx sinus x bölü 2. Bir də kosinus x bölü 2 plus sinus x bölü 2. Bölünsün aşağıdakıdır. Kosinus x bölü 2 çıx sinus x bölü 2. Bunlar getdilər. Burada cavabımız qaldı. Kosinus x bölü 2 üstünə gəlinsin sinus x bölü 2. X yaxınlaşır 90-a. Olur kosinus 45 dərəcə üstünə gəl sinus 45 dərəcə. Kosinus 45 dərəcədə alır 1 bölü kökdə 2. Bu da alır 1 bölü kökdə 2. Cavabımız kökdə 2. Aydındır müəllim, çox sağ ol. Ee, 71, 80. 80. O bizdə sinusun dərəcə azalması var. Sinus kvadratı alfa nəyə bərabərdir? 1 çıx kosinus 2 alfa bölü 2. Bunu çarpaz vuranda alırsan ki 1 çıxılsın kosinus 2 alfa bərabərdir 2 dənə sinus kvadratı alfa. Buradan özün üçün trigonometriyanın o gözəlliyindən istifadə edib bəzi şeylər çıxarırsan da. Məsələn 1 çıx kosinus 2 alfa budur. Məsələn 1 çıx kosinus 4 alfa nəyə bərabərdir? 2 dənə sinus kvadratı 2 alfaya. Məsələn 1 çıx kosinus 6 alfa nəyə bərabərdir? 2 dənə sinus kvadratı 3 alfaya. Məsələn 1 çıx kosinus alfa nəyə bərabər olacaq? 2 sinus kvadratı alfa bölü 2. Məntiqi tutdun da burada. 6 alfa 3 alfa. 4 alfa 2 alfa. 2 alfa alfa. Alfa alfa bölü 2. Onda 1 çıx kosinus 4x'in yerinə yazarsan ve bunu 2 dənə sinus kvadratı 2 alfa bölünsün x'de yani. Burada oldu kökdə 2 modulda sinus 2x bölünsün modulda x. Buranın cavabı nə eləyir bizdə? Buranın cavabı bizdə 2 əmsallar nisbətdə 2. Cavab oldu 2 kökdə 2. Aydın da İsmail sən desən. Bəli müəllim, başa düşdüm.
Ha, bu sualda da həmçinin. Həmin sualdandır. Deməli, limit x yaxınlaşır sıfıra. Səncə bu kökün altında 1 çıx kosinus x-in yerinə nə yazım? Bax, indicə yazdığımız sinus kvadratı alfa 1 minus kosinus 2 alfa bölü 2'dir. 1 minus kosinus 2 alfa 2 Sinüs dənə kvadratı sinus alfa bölü kvadratı iki. alfa. Bəs 1 çıx kosinus x nə? Kosinus alfa nəyə bərabərdir? 2 dənə sinus kvadratı Alfa bölü 2. alfa bölü 2. Bunun yerinə bunu o qədər yazırsan özün üçün yazırsan, hər dəfə yazırsan yaddaşı həkk olunsun deyə. 2 dənə sinus kvadratı 2-də 1 alfa. Bölünsün x-də, yəni x-lə verir burada, modulda x. Buraya elədik kökdə 2, modulda sinus 2-də 1x bölünsün modulda x. Buranın cavabı bizdə 2-də 1'dir. Cavab oldu kökdə 2 bölü 2. Doksan altı. Doksan altı, 97, 98, 100'e bakacağım. 96. Yuxarını mən təklif edirəm ki, istəsən bir neçə yolla da yazmaq olar. Mən sənə təklifim nədən ibarətdir? Bizim bildiyimiz düstur var ki, sinus alfa çıx sinus betanın düsturu. 2 dənə sinus alfa minus beta bölü 2. Sinusları çıxanda sinusun ziyanınadır. Kosinusun xeyrinə. Alfa plus beta bölü 2. Olacaq belə. Onda təklif edirəm ki, gəl yuxarıda istifadə eləyək bundan. X yaxınlaşır pi-yə. Sinus 7x çıx sinus 5x. Bunun yerinə yazaq 2 dənə sinus alfa minus beta bölü 2. 7x minus 5x bölü 2. Kosinus alfa plus beta bölü 2. 7x plus 5x bölü 2. Bölünsün x çıxılsın pi. Yuxarıda limit x yaxınlaşır pi-yə. Yuxarıda 2 bizdə elədi. 2 dənə sinus x vurulsun kosinus 6x. Bölünsün x çıxılsın pi. Yenə deyirəm. Məsələni başa düşmək istəyirsənsə görkəmli limiti başa düş ki, yuxarıda nə olursa burada da olmalıdır. Bunun cavabı 1'dir. Burada x çıx pi'dir, burada x'dir. Səncə bu x'i necə, sinus x'i necə yazım? Hə, uşaqlar, oradakı sinus x'i necə yazım? Aşağıya uyğun. Pi çıx x. Bəli. Sinus pi çıx x yazım da. Sinus pi çıx x elə sinus x eləyir də. Burada da x çıx pi. Onda mən buranı kəssəm, buranın cavabı gördüyün kimi mənfi 1. Çünki bunu da pi minus x eləsəm mənfini çıxardaram çölə. Cavab oldu burada mənfi 2 limit x yaxınlaşır pi-yə kosinus 6x. Gəldin mənfi 2 pi-ni gətir qoy yerinə. Vurulsun kosinus 6 pi. İndi trigonometriyadan bilməlisən ki, vahid çevrəni çəkirəm bura. Və bura sıfırdan başladın. Bura pi bölü 2. Bura pi. Bura 3 pi bölü 2. Burada 2 pi. İndi fikir ver. Başla fırlanmağa. Üstünə bunun pi gəlsən, bura düşəcək. Eləyəcək 3 pi. 3 pi'nin üstünə pi gəlsən, düşəcək bura olacaq 4 pi. Üstünə pi gəlsən 5 pi. Yəni təklər buradır. Bura təklərdir. Cütlər isə buradır. 2 pi, 4 pi, 6 pi, 8 pi, cütlər buradır. Məsələn, sənə sual veriləndə ki, kosinus 50 pi çıxılsın x
Sən bilməlisən ki, bu hansı rubə düşür? 50 pi cüt olduğuna görə buradır. Bundan x çıxırsansa 4-cü rub. Amma sual verirlər ki sənə. Kosinus 51 pi plus x. Yüce şagird bilməlidir ki, burada 51 pi. Bu təkdir. Təkdirsə buradır. Bunun üstünə x gəliblərsə düşüb 3-cü rub. İndi burada da sən kosinus 6 pi'ni bilməlisən ki, buradır. Burada da kosinus 1 alır. Cavab oldu -2. Məhəmməd, bu sənin sualındır səhv eləmirəmsə. Bax hələ. Aydındır müəllim. Sağ ol. Müəllim, bunların da törəməyə rahat yol var, yoxsa bunlar ancaq belə həll olur? Törəmə ilə həll eləmə olardı da. 7 pi, pilərdə 0-da. Hə, törəmə ilə həll eləmə olur. Məsələn, bunun törəmə ilə həlli görüm necə gedir. Gətirib yerinə yazırsan birinci. L'Hopital deyir ki, əgər 0 böl 0, sonsuzluq böl sonsuzluq, belə qeyri-müəyyən hallar varsa, onda deyir sürətin törəməsi bölünsün məxrəcin törəməsi. Mən də yerinə yazdım, gördüm ki, sürət də 0-dır, məxrəc də 0-dır. Sürətin törəməsini bölürəm məxrəcin törəməsinə. Sürətin törəməsi, fərqin törəməsi törəmələr fərqidir. Sinüs 5x'in törəməsi. Burada da x çıx pi'nin törəməsi. Zaten sabit ədənin törəməsi 0'dır. X'in törəməsi də 1'dir. Sinus 7x'in törəməsi, indi bu günlərdə öyrənəcəksən ki, sinus 7x'in törəməsi 7 kosinus 7x'dir. Sinus 5x'in törəməsi 5 kosinus 5x'dir. Onsuz bunu məcburi öyrənəcəksən. İndi x yaxınlaşır pi'yə. Gətirib qoyursan yerinə. Olur 7 dənə kosinus 7 pi, çıxılsın 5 dənə kosinus 5 pi. İndi de görüm, kosinus 7 pi'dən nə alır? Bayaq izah elədim. Yəni, tək yerdə duranlar da olur da. Burada olur. -7 oldu. Bəli. Buradadır deyə, kosinus burada, bura kosinus oxudu da. Kosinus burada nə alır? -1. -1. Olur -7 çıxılsın. Kosinus 5 pi. Kosinus 5 pi də ora düşür də. Orada yenə -1. Cavab elədi -2. Bəli, kifayət qədər məncə törəmə ilə rahat gedir. Törəmə ilə məncə rahat gedir. Çətin olmur. Hadi uşaq edin. ...96 idi bu. Baxırıq 97-ci suala uşaqlar. 97-yə. Deməli, bizim qabağımıza hər zaman törəmə çıxırdı ki, belə bir sual çıxırdı. Məsələn, limit x yaxınlaşır 5'ə, x çıxılsın 5 bölünsün x kvadratı çıxılsın 25 məsələn. Belə bir tutaq ki, sual qabağımıza çıxırdı. Biz bunu hesablayan zaman 5'i gətirib yerinə yazırdıq və görürdük ki, sürət də 0, məxrəc də 0 olur. Yaza bilmirdik və deyirdik ki, biz bunu sadələşdirməliyik. Başlayırdıq sadələşdirməyə və beləliklə limit x yaxınlaşır 5'ə, x çıx 5, aşağını vurğulara ayırırdıq. X çıx 5, x plus 5 kimi. Bundan sonra x çıx 5'lər gedirdi və 5'i gətirib yerinə qoyub hesablayır. İndi burada da x yaxınlaşır 2'yə. 2'ni gətirib yerinə yazsam, görərəm ki, məxrəc 0'dır. Yəni yerinə yaza bilmir. Amma bunun cavabını bir B alıblar. B də həqiqətdir. Deməli adamlar nə ediblər? Bunu sadələşdiriblər. Bu deyil, mənim burada sadələşmə apardığım kimi. X çıx 2'lər ixtisar gedib. Yəni 2'ni qoya biliblər ki, yerinə B alıblar da. Bunu vurğulara ayırıblar. X çıx 2, x plus 2. Yuxarıdakı da mütləq vurğularından biri x çıx 2 olub. X çıx 2'lər gedib ki,
Sonra qoyub yerinə hesablayıblar. Yuxarının vurğularından mən yuxarıda gördüyüm qədəri ilə bu kvadrat üçədlidir. Kvadrat üçədlinin viyyətə görə köklərinin cəmi əks işarələ götürmüş ikinci əmsala bərabərdir. 5-ə bərabərdir. Əgər mən başa düşürəmsə ki, bunun bir kökü 2-dir, çünki ixtisar getməsi üçün mütləq x-2 olmalıdır sürətdə. Bunun deməli bir kökü 2-dir, onda o birisi kök 3-dür. Onda o birisi vuruq nədir? x-3-dür. Bərabərdir b-yə. Bax, x-2-lər gedib, sonra x-in yerinə 2 qoyublar, b alıblar. X-in yerinə 2 qoy. Bərabərdir b. Buradan b bərabərdir mənfi 4-də 1-ə. B-ni mənfi 1, 4-də 1 tapdım. Burada kökləri təyin elədim ki, 2 və 3-dür. Köklərin hasili sərbəst əddə bərabərdir. Yəni, köklərin hasili 6-dır. AB hasilini soruşur mənə. 6-nı mənfi 4-də 1-ə vurursan, eləyir mənfi 1,5. İndi kimin sualı varsa versin, mən təkrar izah verə bilərəm. Sağlar, qaranlıq yerinə varsa sual verin. Doksan səkkiz. Sual vermişsin. Ben niye bildim? Devam edeyim. Burada limit x yaxınlaşır pi bölü 2'ye. Tangens x. Tangens x'i açıram da. X minus pi bölü 2. Tangens x'i açıram. Sinus x bölünsün kosinus x. Bakın x pi bölü 2'ye yaxınlaşır. Yerine yaza bilmirsin. Kosinusu rədd eləmək istəyirsən. Pi bölü 2'ni falan görürsən də. Bu kosinusu necə rədd eləyərsən? Sizdə o kosinusun yerine ne yazdım uşaqlar? Kosinusun yerine. Bu kosinusun yerine belə yazarım. Sinus 90 çıxır. Ay sağ ol. Sinus 90 çıxır. Bəli. Sinus pi bölü 2 minus x yaza bilərəm də. Sinus pi bölü 2 minus x kosinus x'i verir də bizə. Bunu buradan kəsirəm. Buranın cavabı nə eləyir? Mənfi 1. Düzdür mü? Mənfi 1 limit x yaxınlaşır pi bölü 2'ye. Qaldı burada sinus x. İndi pi bölü 2'ni gətir qoy yerinə. Cavab oldu mənfi 1. Bakın sual vermək istəyirsə verin. Doksan dokuzu deyəsən verməmişdiniz. Onsuz da kökaltı ifadədə qoşmasına vurulmalıdır. Nə sualınız varsa verin. Ay arkadaşlar. 100'ə baxıram. 100 nömrəli sual. Bayaq bir dənə sual yazdıq. Haradasa ona bənzəyir. Bu da. Bax, limit x yaxınlaşır 2'ye. Bunu vurğulara ayırsaq. X sıx 2, x kvadratı üstünə gəlinsin 2x, üzərinə gəlsin 4. Yuxarıdakı da x kvadratı plus ax plus 2b. Bu bərabərdir 1 yazılır. İndi sən yenə deyirəm, bax təkrar deyirəm. Yenə də düşün. Düşün mənim dediyimi ki, limit mən bayaq sual yazdım. Mən onu yenə təkrar yazıram. Bax, bunu necə hesablayırsan sən? Bunu belə hesablayırsan da. Bunu aşağının vurğulara ayırırsan. Vurğulara ayıranda bunlar gedir. Sonra gətirib yerinə qoyub cavab alırsan. İndi bu adamlar bunu hesablayıb 1 alıblar.
Amma mən içini qoyuram yerinə hesablaya bilmirəm. Çünki məxrəc sıfır olur. Deməli mən başa düşürəm ki, bu x sıx 2 yuxarıda da olub, onlar ixtisar edib, sonra içini yerinə qoyublar, 1 alıblar. Belə başa düşürəm. Yəni yuxarının vurğularından biri mütləq x sıx 2 olmalıdır. Ki onlar ixtisar etsin, sonra hesablaya bilək. Yuxarı kvadrat üçədlidir. Kvadrat üçədli belə vurğulara ayrılır. Ax kvadratı funksiyalardan və çoxhədlinin vurğulara ayrılması mövzusundan bilməlisiniz. Ki bu belə vurğulara ayrılır. A vurulsun x minus x1, x minus x2 şəklində vurğulara ayrılır. Burada a dediyimiz x kvadratın əmsalıdır. Burada da x kvadratın əmsalı 1'dir. Bu vurğulara 1 olduğu üçün x sıx x1, x sıx x2 şəklində ayrılır. Bunun vurğularından biri mən başa düşürəm ki, x sıx 2 olmalı məcburiyyətindədir. O birisini bilmirəm. Bərabərdir 1. Və beləliklə buradan x sıx 2'lər ixtisar gedir. İçini yerinə yazıram. İçini yerinə yazıram. Və 1 tapıram. Gəlin içini yerinə yazaq. İçini yerinə yazsam olacaq. X'in yerinə 2 yazıram. 2 minus x2 bölünsün. 4 plus 4 plus 4 bərabərdir 1'ə. 2 minus x2 bərabərdir 12'yə. x2 bərabərdir mənfi 10'a. x2 mənfi 10'dursa əgər, onda bu çoxhədli belə vurğulara ayrılır da. X sıx 2, x plus 10 kimi. Açaq bunu, x kvadratı plus 8x minus 20. Göründüyü kimi A-nın yerində 8 durur. B isə mənfi 10'dur. B-ni tapın mənfi 10. Uşaqlar izah eləyə bilərəm. Təkrar. Başa düşməyəndə deyin, izah eləyim. Başqa? Uşaqlar sonra sual. Başqa sual yoxdur. Müəllim, 103'ə baxmaq olar. Bayaqki düsturdan demişdiniz ya. 2 sinüs kvadrat alfa. 103. Hə. 1 Bəli. sıx kosinus 2x'in yerinə nə yazarsan? 2 sinüs kvadrat alfa. Plus 2x'in kvadratı bölünsün x'in kvadratı. Bunu ayrı-ayrı kəsr formasına keçirəm. 2 dənə, bax bu ayrı-ayrı yazıram. Sinus kvadratı x'i, sinus x vur sinus x. Bölünsün x'in kvadratı, x vur x. Üstünə gəlinsin 2x kvadratını x'in kvadratına böləndə eləyər 2. 2. Bura elədi 1.
Bura elədi 1. Burada elədi 2 plus 2 elədi 4. Ha, başa düşdüm. Limitə aid müxtəlif mənbələrdə müxtəlif suallar var. Sadəcə, yəni genişdir də limit mövzusu. Taylor açılışı var məsələn, türklərin istifadə elədiyi. Biz istifadə eləmirik. Bizim dilimiz sistemində yoxdur məsələn. Nəyinsə yerinə əvəz eləyib yazırlar. 128. 128. Limit x yaxınlaşır sonsuzluğa. Limit x yaxınlaşır sonsuzluğa. Fx, yəni kx plus b'dir. Çıxılsın jx. Jx-i də bunu da ayrı-ayrı kəsb olmasında yazsa, x kvadratını x-ə böləndə x, üstünə yazsın 2 bölü x. Bunu çıxırsa. Bərabər. X sonsuzluğa yaxınlaşır. Sonsuzluğa yaxınlaşırsa ədəd bölünsün sonsuzluq. Bura sıfırdır. İndi burada düşünürsən ki, nəyin limiti 4 ola bilər? Sabit ədədin limiti özünə bərabərdir də. Deməli, bu x-lar buradan yoxa çıxıblar. Yoxa çıxması üçün də K1 olmalıdır. B qalıb, B-dəki 4. Sabit ədədin limiti özünə bərabərdir. B-də 4. K plus B, 5. Əhməd, bax hələ. Aydındır. Hı. 122-yə baxa bilərik. Hə, 122 bəli. Görkəmin limitlərdə bir də bunu da əlavə eləyə bilərik. Əslində nəticələrə. Bunu da istəyirsiniz dəftərinizə yazın. 2 harda qabağınıza çıxar. Y üstündə x minus 1 bölünsün x. Bu qoyduq. Hə. Bu da 1-ə bərabərdir. Bunu da özünüzə baxın. Qeyd edin. Y üstü x çıxılsın 1 bölünsün x bərabərdir 1-ə. 100 neçə? 22, 122. 122. Bax, bayaqçı sualdan. 1 çıx kosinus 4x-in yerinə nə yazarsan? Ha, doğrudan 2 sinüs kvadratı 2 alfa. Və salam. Kötə 2 modulda sinus 4x. Bunun yerinə yazdın 2 dənə nə? Sinus Sinüs kvadrat. kvadratı 2 alfa. Kötə 2 modulda sinus 4x bölünsün. Modulda 2 modulda sinus 2x. Buradan modulda 2'lər getdi. Buranın cavabı nə eləyir? Biri 2 pi yerinə qoyuruq da. Biri də Yox, pi. yox, yox. Yo. Alınan nəticələrdə elə əmsalların nisbəti. Həmçinin böyle. Həmçinin. Ya da ki sinus 4x'i açırsan. Açmaya ehtiyac yoxdur elə. Yəni limit x yaxınlaşır sinus ax bölünsün sinus bx. Böyle a bölü b'dir. Oldu məndən, çox sağ ol.
Sonra başka. Müəllim 138-ə baxa bilərik. Bəli. 138. Limit x yaxınlaşır 1'ə. Kök altında x çıx 1 bölünsün. 3-cü dərəcədən x minus 1. Bu ikinci dərəcədən x-dir. Bu üçüncü dərəcədən x-dir. Bunlar üçün ortaq 6-dır. 6'yı gətirə bilərik bunları. 6-cı dərəcədən bunu yazacağım. X-in kubu çıxılsın 1. Bu da 6-cı dərəcədən 6'ya gəlməsi üçün x-in kvadratı çıxılsın 1. 6-cı dərəcədən x-ə gəl bir dənə t deyək. Ki, neynədiyimizin fərqində olaq. Limit x yaxınlaşır 1'ə. 6-cı dərəcədən x-ə t desəm olar. T kubu çıxılsın 1. Bölünsün t kvadratı çıx 1. Bu da sənin bildiyin qruqlara ayırmadır. T çıx 1. T kvadratı üstünə gəlinsin. T üstünə gəlinsin 1. Bölünsün aşağıdakı t çıx 1. T plus 1. T çıx 1'ləri ixtisar eləyirsən. T'ni qaytarsın yerinə. X yaxınlaşır 1'ə. T dediyimiz 6-cı dərəcədən x. 6-cı dərəcədən x-in kvadratı plus 6-cı dərəcədən x plus 1 bölünsün 6-cı dərəcədən x plus 1. X 1'ə yaxınlaşır, gətir qoy yerinə. 1 plus 1 plus 1 bölünsün 1 plus 1. Belədir 1,5. Aydın da? Bəli, müəllim, aydın. Sonra uşaqlar, başqa? Başqa nə sual var verin. Başqa sual yoxdur. Başqa limitdən sualınız yoxdursa, mən sizə limitdən bir sual yazım. Bədahətən. Gözdə yazıram. Gözləyorum. Video çatsası yazarım.
Yazıram sual sizə uşaqlar. Limit x yaxınlaşır 1-ə. 1 plus x üstündə 2 plus x üstündə 1 çıxılsın kök altında x bölünsün 1 minus x. Çox böyük oldu. Qəribə bir cavanları. Nə? Kök altında 6 bölünsün 3. Kök altında 2 Kök altında 6 bölünsün 3. Böyle bir şey olmuyor. Buradan bir şey. Böyle. kök altında 6 bölünsün belə. Bəli, bəli. Hə, düz. Kök altında. Kök altında belə. Elcü sənsən. Çat-GPT elədin. Yəni cavab kök altında 3-də 2-dir cavab. Bəli, bəli. Və Elcün dediyi cavab elə bu kök altında 3-də 2-dir. Bəli. Kök altında 3-də 2-dir. Ne edəcəyik? Biz bilirik ki, bu nədir? İkinci görkəm limit. İkinci görkəm limitsə dərhal nə yazırıq bura? Y yazırıq. İçəridəkindən 1 çıxacağıq. Vuracağıq buna. İçəridəkindən 1 çıxmaq 2 plus x ortaq məxrəc. 1 plus x çıxılsın. Unutmam yox. 1 plus x çıxılsın 2 minus x. Vurulsun. 1 minus kökdə x bölünsün 1 minus x. X'lar gedir. Görə nə əldə edirik? Burada 2 plus x. Yukarıda da oldu -1. Vurulsun 1 minus kökdə x bölünsün 1 minus x. Təbii ki, sən x'in bir qiymətini yerinə yaza bilməzsən də indi. Yerinə yaza bilmədiyin üçün sadələşmə aparmalısın. Sadələşməni də belə aparacaqsan ki, bu 1 minus x'i açacaqsan. 1 minus x'i necə açacaqsan? Kökdə 1 minus, daha doğrusu 1 minus kökdə x, 1 plus kökdə x. 1 minus kökdə x'lər gedəcək, burada qalacaq 1 plus kökdə x. Düzdürmü? İndi x yaxınlaşır 1-ə. X yaxınlaşırsa 1-ə nə yazmalıyam? 1 minus x y'nin üstündə x 1-ə yaxınlaşır. 1-ə yaxınlaşırsa gətirib yerinə yazsaq. Olmadı axı. Y üstündə mənfi altıda bir eləmir. 1 yazsam yerinə nə olacaq? Yox, nəyə səhv yazdım? Bir dəqiqə. Nəyə səhv yazdım deyəsən? Bir dəqiqə baxmıyorum. Y üstündə -6-da 1 eləyir.
Hı. Burada mən düz yazmadım. Bəs İslam Evcü siz nətər almışsınız? Mən yuxarıdakında limit x-dən 1-lə hesablamışam. Getir yenə qoy. Üstündə rəqəmdə 2 də 1 Daha alınır. doğrusu bu heç Belə ikinci görkəm limitlə bunu Yəni yazmağınız mən onu Y ilə yazmadım bu şey. Y'ye gəlmir. Ya, bu düzdür. bunlar belə. Y'sizdir. Çünki ikinci görkəm limit bizdə deyil ki bu. Elə x yaxınlaşır 1-ə gətirib yerinə qoysam, görərəm ki, burada qoya bilmirəm. 1 çıx kökdə x ilə 1 minus kökdə x-i apardım. Burada nə qaldı? 1 plus kökdə Orada x. 2 də 1 qalır. 1 bölünsün 1 plus köşdə x. Bəs sağ ol. Bəli, 1 bəli. bölünsün 1 plus kökdə x. Gətirib yerinə qoyaram. Düz. Burada olar 2, burada olar 3. Biri gətirib yerinə yazsın da, heç bir maneə yoxdur ki, onsuz da. Biri 3-də 2, üstündə də 1 bölünsün. 1 plus 1. Yəni kökün altında 3-də 2. Bunlar cavab. Deməli sualım var. Belə quraşdırdıq. Hə? Sualım var. Sual nə Bu, oldu? bu niyə yenə yazmadınız ki bunu? Y görkəmli limit değildi də bu. Görkəmli limit olsa, görkəmli limit bizdə necədir? Bizdə görkəmli limit belə ki 1 plus x, daha doğrusu x yaxınlaşır, belə deyək də, hə, 1 plus x üstündə 1 bölü x. Bu y-yə bərabərdir, düzdür? Bunun mənası nədir? Və ya limit x yaxınlaşır sonsuzluğa. Baba, bunun mənasını tutsan biləcəksən. X yaxınlaşır sonsuzluğa. Nə vaxt görkəmli limit istifadə edirik? Sualının cavabı. 1 plus 1 bölü x üstündə x. Bu bərabərdir y-yə. Bunun mənası nədir? Bu hansı bu görkəmli limitlər qeyri-müəyyən halları aşkar eləmək üçündür də. Qeyri-müəyyən hallar, bu hansı qeyri-müəyyən haldır? Bir dənə fikir ver elə. X-in yerinə gətirib əgər sən sonsuzluq yazsan, gör nə baş verəcək. X-in yerinə sonsuzluq yaz burada. Bir dənə düşün, bir dənə bunu. Limit x yaxınlaşır sonsuzluğa. 1 plus 1 bölünsün sonsuzluq, üstündə sonsuzluq. 1 böl sonsuzluq, bu sıfırdır. 1-in üstündə sonsuzluq y kimi qəbul elədik. Görkəm limitin araşdırılması. Burada nədir məsələ? Burada da odur ki, x-in yerinə 0 yazsan, limit x yaxınlaşır 0-a. X-in yerinə 0 yazdım. 1 plus 0, 1 bölünsün 0. 1 böl sonsuzluqdur. Aha, 1 böl 0, ay sağ ol, sonsuzluqdur. 1 böl 0-ın özünə bölmürsən də, elə bil ki, 0-dan məsələn milyardda 1-ə bölürsən. Bu nəyi verir sənə? Tam 0-a bölə bilmirsən də, sərhədli. 1-in üstündə sonsuzluq. 1-in üstündə sonsuzluğu sən y kimi qəbul eləmsən. Görkəmli limit deyəndə. İndi burada 1-i gətirib yerinə yazırsan. Bu yazırsan yerinə. Əgər 1-in üstündə sonsuzluq yarandısa, bu ikinci görkəm limitdir. Yox, yaranmadısa, bu ikinci görkəm limit deyil. Məsələn, 1-i gətirib yerinə yazdım, gördüm ki, 3-də 2 yarandı. Bu ikinci görkəm limit deyil. Ona görə elə adi qaydada hesabladım, getdi. Aydındır? Nə vaxt ikinci görkəm limit olacaq, nə vaxt olmayacaq sualının cavabıdır. Bu uşaqların hamısını verdiyi sualdır bu. Müəllim hardan bilirik ki, ikinci görkəm limitdir? Onun üçün yaşasan. Məsələn, tutaq ki, sənin topluda verilmiş suallarına fikir versən hamısında. Zəhmət olmasa sən. Hə? O ikinci görkəm limit oldu, olmadığı vaxt seçməsində deyəcəyinsə, onu bir də deyə bilərsən zəhmət olmasa. Deməli, əgər 1-in üstündə sonsuzluq varsa, o ikinci görkəm limitə gəlir. Məsələn, x-in yerinə sonsuzluq yazsan, x-in yerinə sonsuzluq yazsan və ya belə deyək də, məsələn, bura bax, bu sualda. Bu sualda sual verə bilərsən ki, mən hardan bilə bilərəm bu ikinci görkəm limitdir. Bu sual belədir də, limit x yaxınlaşır sonsuzluğa 1 plus 14 bölünsün x-in üstündə x. Sonsuzluğu gətirib yerinə yazsan, gör nə olacaq? 14 böl sonsuzluq, ədəd böl sonsuzluq, burası 0-dır. 1-in üstündə sonsuzluq. 1-in üstündə sonsuzluq yarananda bu hansı görkəm limitdir? İkinci görkəmli limitdir. Beləcə yadına qalır. Məsələn, həmin sual tipindən bu sual tipi də var da, deyə bilərsən ki, müəllim, bu sual tipi də var. Bu sual tipi də məsələ nədən ibarətdir?
Bu sual tipində Mən deyim də mən x sonsuzluqdur. X sonsuzluq olduğuna görə plus 3 plus 1-in mənası yoxdur. Oradan 1 çıxır. 1 üstündə sonsuzluq, sonsuzluq limitdə. bəli, bəli. 2 bölünsün. Burada qaldı. 2 bölünsün 2x plus 1. Üstündə x. Yenə də 1-in üstündə sonsuzluq yaranırsa əgər bu ikinci görkəm limit. Yəni o sualın cavabıdır da. Yəni nə vaxt ikinci görkəmli limit olur, nə vaxt olmur. Bax o sualın cavabı odur. Aydın da. Bəli, müəllim, bəli. Çox sağ ol. Düzdür, limit o qədər geniş mövzudur ki, yəni onun açılışları çoxdur. Məsələn, müxtəlif kitablara baxsan, biz abituriyent səviyyəsindən danışırıq da. Məsələn, sən ayrıca Google-a yaz limit, elə limit çıxacaq ki, qabağımıza biz onu hesablamaq gücümüz yoxdur hazırda. Çünki limitin açılışları kifayət qədər çoxdur. Limitdir, törəmədir, inteqraldır. Bunlar çox geniş mövzulardır. Həddindən artıq geniş mövzulardır. Sadəcə biz o qədər geniş öyrənmirik də. Abituriyent səviyyəsində o qədər geniş öyrənmirik. Məsələn, Taylor sırası var limitdə. Biz universitet vaxtı bunu öyrənmişik də. Yəni, bu universitet materialıdır. Buna aid, məsələn, uşaqlardan adətən limitə aid görürsən ki, bir dənə sual gətirir. Mənim bu limiti necə həll edeyim? Baxırsan ki, açılışı Taylor açılışı. Yəni, və ya binom açılışıdır, Taylor açılışı. Biz onları yazmayacağıq. Yəni, biz o hissələrə getməyəcəyik. Uşaqlar, əgər limitdən sualınız varsa verin. Əgər yoxunuzsa keçək törəmə dərsinə. Onda keçirəm törəmə dərsinə. Əgər sualınız varsa dediyim kimi verin yenə. Müəllim, Bəli. həndəsi cəmlə cəbri cəmin nə fərqi var ki? Sualın nəyə aiddir məsələn? Yox, tamam, ümumi sual məsələn, həndəsi cəmlə cəbri cəmin nə fərqi var yəni? Həndəsi cəm deyilən deyil, cəbri cəm var. Cəbri cəm. Sənə lazım olan. Cəbri cəm ona görə deyirlər ki, həm toplama olur, həm çıxma. Ümumilikdə bunlar cəbri cəm gedir. Bəs həndəsi cəm vurma falan onda həndəsidə. Yox, sənə həndəsi cəm o şeyə aiddir axı. Silsiləyə aid şeydir, geometrik silsiləyə aiddir. Biz heç ondan danışmırıq axı. Məsələn, Aha, həndəsi silsilə var ha, həndəsi cəm deyirlər ona. Sonsuz həndəs silsilənin cəminə həndəsi cəm deyirlər. hamam başa Yəni düşdüm. silsiləyə aid sualdır. O söz Tamam. bizdə çox da istifadə olunan bir şey deyil. Yəni həndəsi cəm mən demək olar ki, kitablarda qarşılaşmamışam. Amma həndəsi cəm deyəndə məsələn sual var ha, 1 plus 2-də 1 plus 4-də 1 plus 8-də 1 plus. Və bunun adı həndəsi cəmdir. Yazılıb hansısa kitabda o? Yox, müəllim, hardasa qarşılaşmışdım, indi sual vermək istədim. Verəcəkdim dərsdə, indi belə oldu, belə sual vermək istədim. Aha, aydındır. Sonsuz həndəs silsilə həndəsi cəm gedir o. Hə, dostlar, əgər limitdən sualınız yoxdursa, yenə də dönə-dönə deyirəm sizə. Əgər limitdən sualınız yoxdursa, biz keçə bilərik hara? Törəmə mövzusuna. Ki, şagirdlərin müəyyən hissəsi qoşulub, 3-4 nəfər yoxdur dərsdə. Amma yenə də qalmaq olmaz da, qala bilmirik. Funksiyanın törəməsi və törəmənin hesablanması birinci mövzumuz. Birinci mövzumuzda var 131 sual. 131 sual var. Biz birinci dediyimiz kimi bunu keçək.
Bircə dəqiqə başlayırıq. Bir də bunu orada atın. Uşaqlar, birinci biz danışaq. Törəmənin bu gün yalnız hesablanmasıdır. Növbəti dərslərdə isə funksiyanın törəməsi. Növbəti dərslərdə isə törəmənin həndəsi mənası, törəmənin tətbiqləri, toxunanın tənliyi və s. Onlardan inşallah danışacağıq. Bugün isə yalnız törəmənin hesablanması, törəmə düsturlarından danışacağıq. Birinci növbədə törəmə anlayışı nədir? Ondan törəmənin həndəsi mənasında daha doğrusu geniş danışacağıq. Sadəcə və sadəcə siz bilməlisiniz ki, törəmə anlayışı nədir? Törəmənin tərifi. Tərif nədir? Tərif bizə deyir ki, funksiya artımının arqument artımına olan nisbətinin limit, tərifi bilməlisiniz, isbatlar hamısı təriflə verilir. Limit y minus y0, buna deyəcəyik funksiya artımı. Y minus y0 bölünsün x minus x0. X yaxınlaşır x0'a. Bu olacaq f ştrix x0. Funksiyanın törəməsi. Törəməni y ştrix f ştrix x sonra dy bölünsün dx sonra əsasən bizdə ştrixlə işarə edirlər, amma belə də işarə edirlər, biləsiniz. dy, məsələn, dy fx görsəniz, bu da funksiyanın törəməsidir. D də, yəni diferensiyallama da törəmə almaq deməkdir. Diferensiyallama da törəmə almaq deməkdir. Törəmənin tərifi, yenə deyirəm, funksiya artımının arqument artımına olan nisbətinin limiti, arqument artımı x yaxınlaşdı x0'a, sıfıra yaxınlaşanda, yəni bura sıfıra yaxınlaşanda funksiyanın törəməsi deyilir və belə işarə olunur. Biri bərabərdir, özünə qeyd edirsən. Fx funksiyasının hər hansı x0 nöqtəsində törəməsi varsa funksiya həmin nöqtədə kəsilməzdir. İndi deyəcəksən kəsilməzdir nədir deməkdir, onu da izah edəcəm. Həmin nöqtədə kəsilməzdir və limiti var. Belə yazaq da, və limiti var. Uşaqlar, kəsilməz funksiya deyəndə, bu söz qabağımıza tez-tez çıxır. Kəsilən, kəsilməz söhbəti qabağımıza tez-tez çıxır. Gəl sizin üçün 2 dənə funksiya yazıram. 2 funksiya tərtib edirəm. Funksiyada elə bil ki, funksiyada qırılma olmalı deyil də. Elə bir nöqtə, məsələn, bura bax, belə bir dənə funksiya çəkirəm sənin üçün. Məsələn, bura bax, bura A-dır, burada B-dir. Deyirsən ki, bu fx funksiyası
AB intervalı parçasında fx AB parçasında kəsilməzdir. AB parçasında kəsilməzdir. Amma indi sənin üçün bir dənə AB parçasında bir dənə funksiya çəkirəm. Məsələn buna bax. Məsələn, fx funksiyası burada AB parçası C nöqtəsində kəsilir. C nöqtəsində kəsilir. Yəni funksiya azaldı, sonra artdı. Elə bir növ getməlidir, elə bil ki, ya artan olmalıdır, ya da azalan olmalıdır. Bax, funksiya x0 nöqtəsində törəməsi varsa, funksiya həmin nöqtədə kəsilməzdir və limiti var. Bu sözü niyə yazdım? Bu söz bizə lazım olacaq. Məsələn, funksiya yazdım ki, x0 nöqtəsində törəməsi varsa, funksiya həmin nöqtədə kəsilməzdir. Deməli, bax, funksiyanın C nöqtəsində törəməsi yoxdur. Bunu sənə bir də toxunanın tənliyini keçəndə izah edəcəm ki, bala bax, buradan bura sonsuz toxunanlar çəkmək olur. Bir dənə yox, sonsuz çəkmək olur. Ona görə olmaz. İzah edəcəyik orada da. Bugün isə mövzumuz əsas bunlar deyil. Bu sadəcə törəmənin tərifi idi və mövzumuz törəmənin hesablanmasına aiddir. Törəmənin hesablanmasına aiddir. Cəmin, fərqin, hasilin və nisbətin törəməsi. Bir, özümüzə qeyd eləyəcəyik. Cəmin törəməsi. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Cəmin törəməsi. Bunları adətən kitablarda U və V ilə yazırlar. U plus V-nin törəməsi. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Fərqin törəməsi. Üç. Hasilin törəməsi. Sadəcə yazaq, az sonra tətbiqlərini göstərəcəm. Hasilin törəməsi. U vurulsun V-nin törəməsi. U ştrix V. Birincinin törəməsi vurulsun ikinci. Üstünə gəlinsin ikincinin törəməsi vurulsun birinci. 4. Nisbətin törəməsi. Nisbətin törəməsi. U bölünsün V-nin törəməsi. U ştrix V çıxılsın V ştrix U bölünsün V-nin kvadratı, məxrəcin kvadratı. Cəmin törəməsi, fərqin törəməsi, hasilin törəməsi və nisbətin törəməsi. Törəmənin hesablanması qaydaları yazdıq. Sonra bizdə gələr törəmə cədvəli deyəcəyik buna. Törəmə cədvəli. Düzdür, mən cədvəli belə deyək ki, hamısını yazacağım bura. Amma sizə belə deyək ki, bir-bir nümunələrini yazacağım. 1. Sabitin törəməsi sıfırdır. Sabitin törəməsi sıfırdır. Sabitin törəməsi sıfırdır. Məsələn, C-nin törəməsi də yəni sıfırdır. Məsələn, 5-in törəməsi sıfırdır. 8-in törəməsi sıfırdır. Yəni, bildiyin sabit ədədin törəməsi sıfırdır. Məsələn, sinus 5-in törəməsi sıfırdır.
Məsələn, ln 4-ün törəməsi sıfırdır. Çünki ədəddir. Ədədsə bunun törəməsi sıfırdır. Məsələn, pi-nin törəməsi sıfırdır. Y-nin törəməsi sıfırdır. Məncə kifayət qədər açıqlayıcıdır ki, uşaqlar, sabitin törəməsi sıfırdır. Sonra gəlir bizdə 2 x üstündə n-in törəməsi. N qabağa gəlir, üstündəki qabağa gəlir, bir vahid azalır. Üstündəki qabağa gəlir, bir vahid azalır. Məsələn, x kubunun törəməsi. 3 gəlir qabağa, bir vahid azalır. Məsələn, 2 dənə x kubunun törəməsi. Sabit ədədi limitdə, törəmədə, inteqralda, hasildə çölə atırıq. Qaldı x kubunun törəməsi. 3 gəlib qabağa, bir vahid azalır. Olur 6 dənə x-in kvadrat. Və ya, məsələn, x üstündə kök altında 2 törəməsi. Kök altında 2 gəlir qabağa, bir vahid azalır. Pozmuruq qaydanı. Sizin hər dəfə qabağınıza nə çıxacaq? Kök altında x-in törəməsinin tapılması. Bunu əzbər, yəni o qədər işləməlisən ki, əzbər bilinməlidir. Bu kök altında x-i yazarsan, x-in üstündə 2-də 1, onun üstündə törəmə. Üstündəki gəlir qabağa, bir vahid azalır. Oldu. 1 bölünsün 2 dənə kök altında x. Və ya hər dəqiqə qabağıma çıxacaq 1 bölü x-in törəməsi. Yəni bunu yazırsam x üstündə -1, üstündə törəmə. Üstündəki gəlir qabağa, bir vahid azalır. Oldu -1, x üstündə -2. Yəni -1 bölü x kvadrat. Bu da sizə hər dəqiqə lazım olacaq. Deməli, ikincisi buydu. Birincisi sabit ədədin törəməsi sıfıra bərabərdir. Sabit ədədin törəməsi sıfırdır. Bax belə, buralara fikir verdinizsə əgər mən silim davam edeyim yenə. Müəllim, nisbətin törəməsini başa düşmədim ya mən. Hə, dostum, ancaq düsturu yazdım. Sənə düsturu yaz, mən onu izah edərəm. İzahını vermədim axı. Yəni, düsturu yazdım, o düsturdur. Nisbətin törəməsi üçün düsturu bilməlisən. O da düsturdur. İndi onun tətbiqi qalır. Tətbiqi az sonra görsədəcəyik. Hələ bir dənə bu şeyləri görsədək. Deməli, onu bildik. Sonra neçənci oldu? Üçüncü. A üstü x-in törəməsi. A üstü x-in törəməsi A üstündə x ln a-dır. Məsələn, 3 üstündə x-in törəməsi 3 üstündə x ln 3. Məsələn, tutaq ki, 5 üstündə x-in törəməsi 5 üstündə x ln 5'dir. Ln 5'dir. Dört. Ln x'in törəməsi 1 bölü x. Ln x'in törəməsi 1 bölü x. Ln x'in törəməsi 1 bölü x-dir. Bunu heç buna aid nümunə yoxdur heç. Ln x'in törəməsi 1 bölü x-dir. Loqaritma a əsasdan x'in törəməsi
1 bölünsün x ln a. Məsələn, sənə sual verilib. Loqaritma 5 əsasdan x-in törəməsi. Yazacaqsan 1 bölünsün x ln a, yəni ln 5. Yazacaqsan yazı. 6 trigonometriya olan hissələr. Sinus x'in törəməsi kosinus x. 7 kosinus x'in törəməsi mənfi sinus x. 8 tangens x'in törəməsi məxrəcində nə yerləşir? Kosinus. 1 bölünsün kosinus kvadratı x. 9 kotangens x'in törəməsi. Yadında belə saxla da məxrəcində nə yerləşir kotangesin? Sinus. Mənfi 1 böl sinus kvadratı x. Kotangesdə və kosinusda mənfidir. Əsas məsələlər bunlar deyil. Bunlar hamısı əzbərçidir. Yəni törəmənin hesablanması üçün. Əsas məsələ hamının itirdiyi yer mürəkkəb funksiyanın hesablanmasıdır. Mürəkkəb funksiya bilirsən ki, funksiya içində funksiya deməkdir. Məsələn, f, j, x. Bax, bu mürəkkəb funksiyadır. Funksiyanın içində bir funksiya. Bu mürəkkəb funksiyadır. Mürəkkəb funksiyanın törəməsini hesablayanda belə yazdım, sonra nümunə görsədim. Mürəkkəb funksiyanın özünün törəməsi bir də vurulsun onun içindəki funksiyanın törəməsi. Məsələn, sadə bir nümunə sinus 2x'in törəməsini tapmaq istəyən şagird sinusun törəməsinin kosinus olduğunu bilir. Kosinus 2x bir də içindəki həmin o funksiyanın törəməsi 2x'in törəməsinə vurmalıdır. 2x'in törəməsi də 2x'in törəməsi elə 2'dir. 5x'in törəməsi elə 5'dir. 8x'in törəməsi elə 8'dir. 2 kosinus 2x. Əsas yenə deyirəm. Mürəkkəb funksiyanın törəməsinin hesablanmasıdır. Mürəkkəb funksiyanın törəməsini hesablanmasıdır. Məsələn, sinus 1 bölü x'in törəməsini gəlin hesablayaq. Biz bilirik ki, sinusun törəməsi kosinusdur. Yazırıq dərhal kosinus 1 bölü x. Bitdi mi? Bitmədi. Mürəkkəb funksiya olduğu üçün içindəkinin törəməsinə bir daha vuracaqsan. Bir də vurursan 1 bölü x'in törəməsinə. 1 bölü x'in törəməsini bayaq sizin üçün çıxartdım. Mənfi 1 bölü x kvadratıdır. Aha, indi davam eləyək, nümunələr görsədək sizə. Nümunələr görsədək. Törəmənin hesablanmasını bir dənə öyrənsən, qaydasına düşəcək. Biraz çətinlik çəkir uşaqlar həmişə, sonra öyrənir. F' x lazımdır bizə. Bunun törəməsi. 6 dənə kotangens 3x'in törəməsi. Sabit ədədi hasildə, limitdə, törəmədə, inteqralda, üçündə də çölə atırıq. 6'ını attın çölə, kotangens 3x'in törəməsi. Bizdə kotangens x'in törəməsi qayda kimi öyrənmişik ki, mənfi, kotangensin məxrəcində nə yerləşir? Sinus. 1 böl sinus kvadratı x. Ona görə kotangens 3x'in yerinə birinci xalis yazırsan ki, 1 bölünsün sinus kvadratı 3x. Bitdi mi? Bitmədi. Bir də içəridəkinin törəməsinə vuracaqsan həmişə. Bir də vurursan bunu 3x'in törəməsinə.
3x'in törəməsi də 3. Cavab mənfi 18 sinus kvadratı 3x. Kifayət qədər nümunə göstərəcəm ki, hamı öyrənsin. Kifayət qədər nümunə göstərirəm ki, hamı öyrənsin uşaqlar. O birisi ondan da buna baxaq. Bu da rahat dərsində. Qayda ln x-in törəməsi 1 böl x. Qayda budur. X üstü n'in törəməsi n gəlib qabağa 1 vahid azalır. İndi gəlin bunun törəməsini tapaq. 2 dənə ln x üstünə gəlinsin x kubunun törəməsi. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Törəmələr cəmi. Üstünə gəlinsin x kubunun törəməsi. Sabit ədədi limitdə inteqralda törəmədə. Üçündə də çölə atırsınız. Qalır 2 dənə ln x-in törəməsi. Üstünə gəlinsin x kubunun törəməsi. Amma bilməli ki, ln x-in törəməsi 1 bölü x-dir. Onda olacaq 2 bölünsün x, üstünə gəlsin. X kubunun törəməsi 3x'in kvadratıdır. Və salam. Olacaq. Mən yaza-yaza, yavaş-yavaş yazıram suallardan. Siz də neyinirsiniz? O sualı özünüzlə tapmağa çalışırsınız. Elə daha faydalı olacaq. Məsələn, bu birbaşa hazır düsturdur. Uşaqlar, daha doğrusu sizə bir şey verim. Nəyi verim? Məsələn, sinus kvadratı x-in törəməsini tapmaq istəyirsiniz. Uşaqlar, bax, bu sözümü qulağınızda sırğa eləsəniz, gedəcək məsələ. Üstündə ədəd olanların hamısında, ədəd gəlib qabağa bir vahid azalır. Üstündə ədəd olanların hamısında, ədəd gəlir qabağa bir vahid azalır. 2 gəlir qabağa, bir vahid azaldıb yazırsan. Bir də vurursan, içəridəkinin törəməsinə. 2 dənə sinus x vurulsun. Sinusun da törəməsi kosinusdur. Bu da bizdə düsturdur. Sinus 2x. Baxın, mən öz abituriyent vaxtlarımdan sizə deyim. Mən bunu dərk eləyə bilmirdim. Dərk eləyə bilmirdim deyə doğrusu yox. Kitabdan oxudum. Başa düşmürdüm də. Kitabda da yaxşı yazılmamışdı bizim vaxtda. Kitabda heç nə yazılmamışdı. Ki, düzəməli. Sadəcə sinus kvadratı x-in törəməsinin sinus 2x olduğu çıxarılırdı. Yəni, hardan gəlirdi bilmirəm. Bu mənə verilir. Bu mənə verilir sinus x-in törəməsi kosinus x. Bu bilirəm. Ki, bu törəmə cədvəlindən götürdüm. Amma bunu mən məsələlərdə həmişə səhv yazırdım. Bunu səhv eləməmək üçün neyinirdim? Çünki tuta bilmirdim deyə söhbəti. Sinus kvadratı x yoxdur. Onu yazırdım. Sinus x vurulsun sinus x kimi. Və bizdə hasilin düsturu var. U vurulsun v-nin törəməsi. U iştirik v üstünə gəlsin v iştirik u. Bunu ona görə hesablayırdım. Birincinin törəməsi, sinusun törəməsi vurulsun ikinci. Üstünə gəlsin ikincinin törəməsi vurulsun birinci. Və beləliklə sinusun törəməsi kosinus x eləyirdi. Kosinus x sinus x. Üstünə gəl. Bu sinusun törəməsi də kosinus eləyirdi. Kosinus x sinus x. Bu biraz uzundur. Təbii ki, mən başa düşmədiyim üçün belə eləyirdim. Amma səni başa salıram da. Sinus 2x. Yəni, sinus kvadratı x-in törəməsi sinus 2x. Eyni ilə kosinus kvadratı x-in törəməsini də tapmaq olar. Üstündə ədəd olanların hamısında, qulağında sırğa elə. Üstündə ədəd olanların hamısında ədəd gəlir qabağa, bir vahid azalır. Bir də vurursan, hansı funksiyadır bu? Kosinus x-in törəməsi. İçəridəkinin törəməsinə vurursun. Kosinus x-in törəməsi də mənfi sinus x-dir. Olur mənfi kosinus x sinus x. Yəni mənfi sinus 2x.
Birdən belə verilsəydi. Sinus kvadratı 2x'in törəməsi. Üstündə ədəd olanlarda ədəd gəlir qabağa. Bir vahid azalır. Bir də vurursan sinus 2x'in törəməsinə. 2 dənə sinus 2x vurulsun. Sinus 2x'in törəməsi. Sinus 2x'in törəməsi. Sinus 2x'in törəməsi kosinus 2x'dir. Bir də vurursan 2x'in törəməsinə. Yəni 2. Olur 2 dənə sinus 4x. Keçək tətbiqə. Çətin gələ bilər, amma öyrəşə bilərsiniz. Məsələn, bunlar heç də, bunlar rahatdır. Bunların hesablanması bizim üçün rahatdır. Yəni bu x-in üstündə yazacaqsan bunu 5-də 4 kimi. Bunun törəməsini tapmaq istənsə ədəd gəlir qabağa, bir vahid azalır. 5-də 4-dən 1 çıxırsan, mənfi 5-də 1. Tutardı 7. Biraz gözəlləşmə işləri ilə məşğul olursan və salam. Orada sıxıntı yoxdur. 13-dən 12-dən yazdım. 14-ə baxıram. Baxın, bizdə qayda belədir. Ln x-in törəməsi 1 bölünsün x. Ona görə burada olacaq ln 2x plus 1-in törəməsini tapmaq istəyirik. Birinci xalis bu qaydanı tətbiq edirsən. 1 bölünsün 2x plus 1. Bir də vurursan içəridəkinin törəməsinə. 2x üstünə gəlinsin 1-in törəməsinə vurursan. Bunu unutmursan. Bunu unudur çox uşaq, unutma. Bəs 2x plus 1-in törəməsi nədir? Cəmin törəməsi törəmələr cəminə bərabərdir. 1-in törəməsi zaten 0-dır. 2x-in törəməsi də 2-dir. Yəni bura 2-dir. Olur 2 bölünsün 2x plus 1. Olursa. Törəməni tap, yerinə mənfi 3 qoy. Törəməni tapaq gəlin. F ştrix x bərabərdir. 3-də 1, 3x plus 1-in kubu. Törəməsi. Sabit ədədi limitdə, inteqralda, törəmədə hər üçündə çölə atırsınız. Atdınız çölə. Burada qaldı 3x plus 1-in kubu. Törəməsi. Sizə dedim, üstündə ədəd olanların hamısında ədəd gəlir qabağa, bir vahid azalır. 3-ü gətirirsən qabağa, bir vahid azaldırsan. Bir də vurulsun içərdəkinin törəməsi. Bunun törəməsi də nə eləyir bizdə? 3. F ştrix mənfi 3'ü deyir hesablayın. F ştrix mənfi 3 gətirib yerinə mənfi 3 yazırsın. (64'ü vur 3'ə. Sonra 2 ilə bitsinlər. Yaxşı oturmadsa davam eləyək. 30 durarıq. Bərabərliklərdən hansı doğru deyil? Sinusun törəməsi kosinus. Doğrudur. Kotangensin törəməsi burada səhvdir də, burada mənfi olmalıydı. Həm də ki, nəzər yetirək. Bax, 3 üstü x-in törəməsi 3 üstü x ln 3. Bəli. Hansı qaydaya əsasən? A üstü x-in törəməsinə əsasən. A üstü x-in törəməsi A üstü x ln A-dır. Loqaritma 3 əsasdan x-in törəməsi? Bəli. Loqaritma A əsasdan x-in törəməsinin düsturu belədir. 1 bölünsün x ln A. Burada da 1 bölünsün x ln 3. Doğrudur. 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 Tangens x'in törəməsi doğrudur. Bir dənə bunu nədir? Mənfisi olmadığına görə doğru deyil.
Gəldik bura. Bakın biz öğrendik ki sizinle kök altında x'in törəməsi 1 bölünsün 2 dənə kökün altında x. Biz bunu öğrendik. Dedim size en aktif istifadə olunanlardan biridir. Kök altında x'in törəməsi 1 bölünsün 2 kök altında x. Şimdi bize sual verilib ki kökün altında 2 minus 6x'in törəməsini hesablayın. Bu ne deməkdir? 1 bölünsün 2 dənə kökün altında 2 minus 6x. Bitti mi? Bitmedi. Bir de vurmalısan içeridekinin törəməsini. 2 minus 6x'in törəməsini. 2 minus 6x'in törəməsini də istəyirsən gəl sənin üçün ayrı hesablayın. Fərqin törəməsi törəmələr fərqinə bərabərdir. 2'nin törəməsi 0'dır. 6x'in törəməsi də 6'dır. Cavab eləyər mənfi 6. Bura eləyər mənfi 6. Mənfi 6 bölünsün. 2 dənə kökün altında 2 minus 6x. Bununla bu getdi 3. Oldu. Mənfi 3 bölünsün kökün altında 2 minus 6x. Uşaqlar başa düşürsünüz? Heç kimi səs çıxmayacaq. Bəli. Özümə görə təsdiqləyim. Mənim o bir yaxla izah edəcək sual bir daha baxa bilərik. Orada niyə D olmadı ki? Mənfisi var da. Niyə D olsun ki? Çünki orada mənim 1 böl 2 kök altda x olur da. Yəni orada da x-in yerində 2 çıxalt x. Böyle bir şey. Kök altında İçində x'in törəməsi 1 böl kök altda 2 vur kök altda x. yaxşı, Aycan. 1 bölünsün 2 dənə kök altında x. Şimdi kökün altında 2 minus 6x. Bunun törəməsi. Mənim burada x-in yerində 2 çıxalt x durmayıb ki. Aysa 1 bölünsün 2 dənə kök altında 2 minus 6x. Və Bəli. ilkin bayaqdan deyirəm ki, içərdəkinin törəməsinə vurun. Bunun törəməsinə vurulmalıdır bu. Bunun törəməsi mənfi 6 elədiyi üçün olur cavab Y var. Başa düşdün? Mürəkkəb funksiyanın törəməsidir. Onsuz da hamı sənin dediyin yerdə itirir də. Bəli, başa düşdüm. Şimdi dərsin kaydını alırsınız, sonra təzədən baxmağa yenidən. Bəli. Alıram. Gəl buna baxaq. Cəmin törəməsidir. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Ona görə ayrı-ayrı törəmələr. 2x'in törəməsi nə eləyir? 2. Kosinus 2x'in törəməsi nə eləyir uşaqlar? Deyirsiniz? Hə? Müəllim mənfi 2 sinus 2x. Ay sağ Kosinus x'in törəməsi mənfi sinus x. Amma kosinus 2x'in törəməsi yazırsan mənfi sinus 2x. A qardaş yadından çıxartma. Bir də içərdəkinin törəməsinə vur. İçərdəkinin törəməsinə vur. Törəmə mövzusunun başında yaz özün üçün. İçərdəkinin törəməsinə vur. Hətta qolubun o alt hissəsini orada yaz. İçərdəkinin törəməsinə vur. 2x'in törəməsinə vur. 2. Yəni olur çıxılsın 2 dənə sinus 2x. Sinus 4x'in törəməsi nə eləyir uşaqlar? Kosinus 4x. Olmadı ki. 4 dənə 4 kosinus 4x. Bəli. Kosinus 4x bir də içəridəkinin törəməsinə vur. İçəridəkinin törəməsinə vur. Yəni 4. 4 kosinus 4. Ana bu cavab. Hə. İçəridəkinin törəməsinə vur. Yadından çıxardacaqsan onu. Mən də sənə deyirəm ki, ay qardaş, ay yoldaş çıxartma yadından. Hasilin törəməsidir, bax.
Hasilin törəmə düsturu var bizdə. U vurulsun V-nin törəməsi. U iştirik V üstünə yensin V iştirik U. X-in kvadratı vurulsun sinus X. Bunun törəməsini tapmaq istəyirik. Birincinin törəməsi vurulsun ikinci. Üstünə yenilsin ikincinin törəməsi vurulsun birinci. X-in kvadratının törəməsi 2x. 2x sinus X. Üstünə yenilsin 2x sinus. kosinus X eləməyin. Hə? Düzdür. Kosinus X, X kvadratı. Aha. X kvadratı kosinus X. Söz. Buradan X'i çıxart cavab tap da. 2 sinus X üstünə yenilsin X kosinus X. Gəldik 37-yə. Funksiyası üçün f'2'ni tapın. Törəməni tapıb yerinə 2 yazın. Fərqin törəməsi törəmələr fərqidir. Bakın 2 bölünsün elən 3. Bu bir ədəddir. 2 bölünsün elən 3 bir ədəddir. Sabit ədədi limitdə törəmədə inteqralda çölə atırıq. Sabit ədədi limitdə törəmədə inteqralda çölə atırıq. Ataq bunu çölə. Qaldı burada 3 üstü x'in törəməsi çıxılsın. 2x kubunun törəməsi. 3'ün törəməsi də zaten nədir? 0'dır. Geçsin də ölçünü. Bərabərdir belə. Uşaqlar, A üstündə x'in törəməsi A üstündə x elən A'dır. 2 bölünsün elən 3. 3 üstündə x'in törəməsi 3 üstündə x elən 3'dür. Çıxılsın. Bunun törəməsi 3 dəyir qabağa bir vaid azalır. 6 dənə x kvadrat. Oldu 2 vurulsun 3 üstü x çıxılsın 6x kvadrat. Bir f'2'ni tapın. 2 koy yerine. Hesabla geç. Ümid eləyək ki, başı sala bildik bunu. Məsələn, 40'ın cavabı nədir şifahi? Sinus 2 alfa eləyəcəm. İnşallah 40'ın cavabı. B deməliyim. Ay yok qardaş. D-dır. D variantıdır. Hə? D variantıdır. Baxma elə. Hə, bəli, doğru. Hayır, kəskin görək. Doğrudur. Bax, sinusun törəməsi xalis halı kosinus. Yəni sinus x kvadratın törəməsi sinus x kvadratı başqadır, sinus kvadratı x başqadır. Sinus kvadratı x'in törəməsi sinus 2x'dir. Bayaq tapdıq. Amma sinus x kvadratın törəməsi kosinus x kvadratıdır. Bir də içəridəkinin törəməsinə vurursan. X kvadratın törəməsinə. X kvadratın törəməsinə nə eləyir? 2x. Yəni Elcun'un dediyi. Bunlar rahatdır. Rahat olanlardan işim yox. Deyəsən sizə y üstü x'i demədim bayaq. Y üstü x'in törəməsi ilə y üstü x'ə bərabərdir. Yaxşı, y üstü x'in törəməsi y üstü x'ə bərabərdir. İnşallah bunu qeyd edin özünüzdə. Yadımdan çıxıb deməmişsiniz. Bəs indi y üstü 2x'in törəməsini kim deyər mənə? İki y üstü x kvadratı. Y üstü 2x'in törəməsi ilə y üstündə 2x. Bir də vurulsun 2x'in törəməsi, yəni 2. Deməli, mən də belə dedim də 2y üstü 2x. Mən sənə demədim ki, səhv dedim. Mən düzə demədiniz axı. Daha heç nə demədim ki.
Bu hasilin törəməsidir. Hasilin törəmə düsturu belədir. U iştirik V üstünə gəlir V iştirik U. Ona görə də burada nətər olacaq? Birincinin törəməsi vurulsun ikinci. Üstünə gəlinsin ikincinin törəməsi vurulsun birinci. X kvadratın törəməsi 2x, yx. Y üstü x'in törəməsi ilə y üstü x vurulsun x kvadrat. Nəysə çıxart da buradan. X vur y üstü x'i çıxart. Ana cavab. Bura. X'i çıxartmayıblar. Heç. Bu da bunun cavabı nədir? Bunun törəməsi. Hə, eşitirəm sizi. Maşallah tutmadı. Yuxarının fərqin tərəfə açırıq. Yo. Bu y üstündə x-in törəməsi. Y üstü x-in törəməsi ilə y üstü x. Y üstündə bunun törəməsi ilə y üstündə x kubu çıx 1. Bir də vurursan nəyə? Bunun törəməsinə. Evet. Olur 3 dənə x-in kvadratı y üstündə x kubu çıx 1. İndi deyir 1'i hesabla, gətir 1 qoy yerinə. 1 qoysan yerinə 3 edir. Ya Allah, görə gedir, getmir. Bunlar heç, bunlar rahat. Gəldi bura, 52. Ln kosinus 3x'in törəməsi. Ln x'in törəməsi nədir? 1 bölü x. Ln kosinus 3x'in törəməsi. 1 bölünsün kosinus 3x yazırsan. Bir də vurursan kosinus 3x'in törəməsinə. Uşaqlar kosinus 3x'in törəməsi nə eləyirdi? Mənfi 2 sinus x. Mənfi 3 dənə sinus 3x eləyirdi. Kosinus 3x. Buraya elədi tangens. Mənfi 3 dənə tangens 3x. Mənfi 3 dənə tangens 3x. İndi pi bölü 9'u gətir qoy yerinə hesabla. Bildiniz də kosinus 3x'in törəməsi. Bizdə xalis qayda budur. Kosinusun törəməsi sinusdur. İndi kosinus 3x'in törəməsi mənfi sinusdur. Mənfi sinus 3x. Bir də vurursan içərdəkinin törəməsinə. 3x'in törəməsinə o da edir 3. Ha, Sadiq rekord edirəm. Ha, desin yazmışsam mən indi görürəm. Rekord. Ya buna baxaq görə bu nədir? Buna ayrı-ayrı kəsb olmasını yazıram. X kvadratı bölünsün x'in kubu. Çıxılsın. X bölünsün x'in kubu. Buraya elədi bizdə 1 bölünsün x çıxılsın. Burada elədi bizdə 1 bölünsün x'in kvadrat. Bir törəməni tap. Fərqin törəməsi törəmələr fərqidir. Bunu yazıram. X üstündə mənfi 1'in törəməsi çıxılsın. X üstündə mənfi 2'nin törəməsi. Adi qayda ilə bu gəlir qabağa. 1 vaid azalır. X üstündə mənfi 2 çıxılsın. Bu gəlir qabağa. 1 vaid azalır. X üstündə mənfi. Və salam. Mənfi 1 bölü x kvadratı üstünə yenilsin 2 bölünsün x'in kubu. İndi f iştirik mənfi 1'i soruşur. Gətir qoy yerinə mənfi 1'i. Yaz geçsin. Çatır. Ayşalar. Bəli, yavaş-yavaş satdıq. Buna baxaq. Bax bu hasildir də. Görsən də baba hasildir. Kefin istəyir. Burada səndən asılı prosesdir bu. Hasil kimi də yaza bilərsən. X'i içəridə ata bilərsən. Gəl x'i içəridə ataq.
Bunu biraz belə yazaq. Bunu gəl belə yazaq. X-i içəri atsaq olacaq. X kvadratı çıxılsın. X üstündə nə? 4. Minus 3. Fərqin törəməsi törəmələr fərqidir. 3-ün törəməsini rədd elə. Bu 0-dır. Sabit ədədi dedik ki, çölə atırıq. Qaldı kökün altında x-in kvadratı çıxılsın x üstü 4. Törəməsi. Baxın, kök altında x-in törəməsinin xalis halı belədir. 1 bölünsün 2 dənə kök altı x. Kök altında bunun törəməsi olacaq. 1 bölünsün kök 2 dənə kökün altında x kvadratı çıx x üstü 4. Bir də nəyə vururuq ay uşaqlar? İçəridəkin törəməsi. Bunun törəməsi nə eləyir? İçəridəki 2x çıxılsın 4x kub. Buna vurursun. Biraz gözəlləşdirirsən, cavabı yazırsan, gedir. Biraz gözəlləşdirirsən, 2'ləri aparırsan, məsələn burada qalır 2. 2 vurursan yuxarı. 3x minus 6 dənə x'in kvadratı bölünsün. Aşağıdan da x'i çıxarsan, burada qalacaq 1 minus x'in kvadratı. X'ləri aparırsan, gedir. Burada qalır 3 minus 6x'in kubu idi o. 6x'in kvadratı bölünsün kökün altında 1 minus x kvadratı. Və belə. Yəqin ki, nə demək istədiyimi başa düşmədiniz. Ay, gəldi bura, bura, bura. Bu u'dur, bu da v'dir. Cəmin törəməsi lazımdır sənə. X kubu ln kvadratı x plus 3. Cəmin törəməsi törəmələr cəminə bərabərdir. Bu 3'ü rədd elə burada. Bunun törəməsi zaten 0'dır. Bu hasildir. Hasilin törəmə düsturu var idi bizdə. U vur v'nin törəməsi. U iştirik v üstünə gəl v iştirik u. Birincinin törəməsi vurulsun ikinci. Üstünə gəlinsin. İkincinin törəməsi vurulsun birinci. Birincinin törəməsi x kubunun törəməsi 3x'in kvadratı ln kvadratı x'dir. Eləni. Üstündə ədəd olanlarda sizə nə demişdim? Ədəd gəlir qabağa bir vahid azalır. 2 dənə ln x, bir də vurulsun nəyə? Ln x'in İçəridəki törəməsinə. 1 bölü x. Bax, budur cavab. Törəməni tapmaq bax buradır. İndi gətirib yerinə y yazacaqsan. Elə bil ki, hamısının yerinə y yaz, hesabla geçsin. Yenə deyirəm, burada qaranlıq sənə bu qala bilər. Ln kvadratı x'in törəməsini tapmaq. Qaranlıq qaldı, heç cür başa düşmədim. Bunu yaz, ln x vur, ln x kimi. Buna u kimi yanaş, buna v kimi yanaş, törəmələrini tap. Bu biraz uzundur da. Mən sənə deyirəm, de neynə? Üstündə ədəd olanların hamısında ədəd gəlir qabağa, bir vahid azalır. Bir də vurulsun, ln x'in törəməsi, 1 bölü x. Bizim uşaqlarımız hara getdi? Azlığa getdilər. Sonra. Biraz daha qəribə tip var burada. Rahat tipləri istəmirik. Tapdıq. Nə qalar da, problem yoxdur. İzah eləyərik. Əsas məsələyi özün yazmağa çalışacaqsan. Nə qalacaq? Bax, bura görsən, nisbətdir bu.
U bölünsün V-nin törəmə düsturu var bizdə. Sürətin törəməsi vurulsun məxrəc, çıxılsın. Məxrəcin törəməsi vurulsun sürət, bölünsün məxrəcdəkinin kvadrat. Yazıb ki, funksiyanın törəməsinin bu nöqtədə qiymətini hesablayaq. Gəl bunun törəməsini hesablayaq. Y üstü x plus 1 bölünsün 1 çıxılsın y üstü x. Bunun törəməsi. Deməli, necə olacaq? Sürətin törəməsi məxrəc, sürətin törəməsi vurulsun məxrəc, çıxılsın məxrəcin törəməsi vurulsun sürət, bölünsün v kvadratı. Görsən, məxrəcdəkinin kvadratı 1 minus y üstü x-in kvadratı. Yəni, düstura əsaslandır. Y üstü x plus 1'in törəməsi. Cəmin törəməsi törəmələr cəmidir. 1'in törəməsi 0'dır. Y üstü x'in törəməsi y üstü x. Vurulsun. 1 çıxılsın y üstü x. Çıxılsın. 1'in törəməsi 0'dır. Y üstü x'in törəməsi y üstü x. Mənfi edəydi müsbət. Vurulsun. 1 minus y üstü x'in kvadratı. Buna qədər sual vermək istədiyiniz nəsə var? Eləməli. Şimdi bunu açaq. Yuxarıdan Y y üstü üstü x x. y üstündə 2x. Üstünə yensin y üstündə 2x. Üstünə yensin y üstündə x. Bölünsün. 1 minus y üstü x'in kvadratı. Bunlar getdilər. Y üstü x, y üstü x. 2 dənə y üstündə x bölünsün. 1 çıxılsın y üstü x'in kvadratı. Baxın, x0 ln 2'dir. Y üstü x'in yerinə ln 2 yazırsan. 2 dənə y'nin üstündə ln 2 bölünsün. 1 minus y'nin üstündə ln 2 kvadratı. Ln 2, y üstündə ln 2 bilirik axı nədir? A üstü loqaritma A əsasdan B nəyə bərabərdir? B-yə bərabərdir. Bura ilə nəyə bərabərdir? 2-yə bərabərdir. 2-ni 2-yə vurdun. Sürətdə 4. Bura 2'ye beraberdi. 1'den 2 çıxdın. 1, 1, 4. Aha, bunlardan qorxmuruq, öyrənməyə çalışırıq. Burada maraqlı suallar da var. 131 tapşırıqdır. Məncə elə hamısını götürək. İndi nəyi yazarsan, nəyi yazmazsan bilmirəm. Yaza bilməzsən, qalar bərabər işləyərik. Da görsətdim də o problemli olanları görsətdim əsas məsələn. Bu qədər uşaqlar dərsimiz. Hələlik. Sağ olun müəllim. Sağ olun müəllim. Tamam. Tamam. Sağ olun. Sağ olun.